Salam, necəsiniz? Ümid edirəm ki, yaxşısınız və hər şey qaydasındadır. Yenidən burada olduğum üçün çox xoşbəxtəm və YouTube çəkə bildiyim üçün daha çox xoşbəxtəm. Bugünkü mövzumuz yaz terapiyasıdır, hansı ki, psixologiyada belə bir terapiya növlərindən biri də yaz terapiyasıdır və normalda yaz prosesinin, yəni yaz terapiyasında baş verən prosesin 5 mərhələsi var. Ümumiyyətlə biz ölüm hadisəsini yaşadıqdan sonra həmin o 5 mərhələni keçirik. İçdə hər zaman yas tutmaq üçün ölüm hadisəsi baş vermir. Təbii ki, bunun öncəliyində çox sevdiyimiz bir insan həyatımızdan getmək ola bilər. Boşanma hadisələri ola bilər. Hansı ki, boşanma hadisələrində də bu kimi yasların tutulması vacibiyyətdir bizim psixoloji sağlamlığımız üçün. Ona görə hər zaman deyirlər ki, ölümlə bərabər həyatınızdan gedən insanların da yasını tutun. İlkin olaraq istəyirəm ki, bu mövzuya bir aydınlıq gətirim ki, bəs yas terapiyası nədir? Yas terapiyası ağrını bastırmadan, yaşadığın hadisəni bastırmadan, öz yaşadığın emosiyaları qəbul edib, ölümlə davam edən həyat arasında balansı qurmaq üçün getdiyimiz, müraciət etdiyimiz bir terapiya üsuludur. Bəs yas terapiyası nə deyil? Yaşanılan hadisəni bastırmaq deyil, əsla özümüzü incitmək deyil. Sadəcə olaraq həmin insanın yenidən həyata mənalı görməsini, özünü incitməməsini və həmin emosiyaları qəbul edib yaşamasıdır. Ümumilikdə ilk olaraq yaz terapiyasının mərhələlərini saymaq istəyirəm. Birinci mərhələ inkar etmə mərhələsidir. Çünki insan tam olaraq nə yaşadığının fərqində olmur. İlkin olaraq həmin o biz buna şok vəziyyəti deyirik. O şokda olur və ona görə beyin onu qəbul etmək istəmir öz müdafiə mexanizmi olaraq ilkin olaraq inkar eləyir, inkar etmə. İkinci mərhələ isə qəzəb, əsəbləşmək və daha çox qəzəb deyirik biz buna. Qəzəb mərhələsidir ki, artıq orada bir üsyan başlayır ki, niyə mənim başıma gəldi? Dünyada sadəcə mən mi varam? Niyə hər zaman eyni şeylər olur bəzən? Bunu da səsləndirə bilirlər insanlar ki, danışanlarımız gəlirlər seansa. Mən hər dəfə eyni şeyləri yaşayıram. Niyə mənim başıma gəlir? Dünyada başqa insan mı yoxdur və sair cümlələrdən istifadə edə bilirlər. Burada diqqət etməli olduğumuz bir nüans budur ki, qəzəb sevginin başqa bir formasıdır. Buna görə də həyatımızdan gedən insanların, istər bu əlaqəmiz kəsildiyi insanlar olsun və ya ölümlə nəticələnən getməklər olsun, o insana qarşı sevgimiz nə qədər çoxdursa, qəzəbimiz də bir o qədər çox olur. Daha sonra gəlir üçüncü mərhələ. Üçüncü mərhələ razılaşmaq mərhələsidir. Hansı ki, bu mərhələnin içində biraz günahkarlıq da olur, peşmançılıq hissi də olur ki, keşkə vaxtında müdaxilə edə bilsəydim, keşkə onu itirməmək üçün bunları etməsəydim, keşkə zamanında xəstəxanaya çatdıra bilsəydim və s. Orada artıq razılaşmaqla bərabər günahkarlıq duyğusu da insana yüklənə bilir, hansı ki, insan özünü günahlandırır daha çox. Və gəlir dördüncü mərhələ. Dördüncü mərhələ artıq depressiya mərhələsidir. Hansı ki, burada mövzu klinik depressiya deyil. Yəni, hansı ki, patologiya səviyyəsində olan depressiyadan getmirik. Sadəcə orada bir artıq qəbul edib depressiyaya düşməyə baş verir ki, itki normaldır və bu təbii bir prosesdir. Artıq gedən insan geriyə gəlmir heç bir şəkildə və biz onu qaytara bilmirik. Artıq burada bu qəbullamanın gətirdiyi bir depressiya olur ki, hansı ki, o insanlarda yuxusuzluq, iştahsızlıq, halsızlıq, yorğunluq, həyata davam etməmə istəyi və sair kimi simptomlar özünü göstərə bilir. 10-cu mərhələ qəbullama mərhələsidir. Hansı ki, bu mərhələdə kimsə kimsəni unutmur, amma qəbul edir ki, həyat davam edir. Az öncə də qeyd elədiyim kimi gedən heç bir insan geriyə gəlmir və həmin bu qəbul olunan itki deyək, onunla yaşamağa, necə yaşamaq olar? İlk olaraq bunu öyrənirlər, daha sonrasında yaşamağa davam edirlər. Təbii ki, bu saydığım, sadaladığım mərhələlər ardıcıl getməyə bilər, çünki bu yaz prosesdir və dalğalı bir prosesdir. Təbii ki, əgər bu proses mürəkkəb yaz prosesi kateqoriyasına aiddirsə, daha fərqli və daha kompleks bir şəkildə özünü göstərə bilir. Bunun bərabərində biz öyrənirik ki, yaz prosesi bitmir əslində. Sadəcə olaraq forma dəyişdirir və zaman-zaman, daha doğrusu zaman keçdikcə biz buna alışırıq, adaptasiya oluruq və s. Hansı ki, bizim mədəniyyətimizdə belə deyim, çox gözəl bir adət var ki, 40 gün ərzində yalnız buraxılmır həmin insanlar. O əhatə, o yalnızlıq duyğusu gəlməsin deyə insanlar həmin insanı daha çox əhatə edir, daha çox zaman keçirməyə çalışır ki, o insan özlüyündə
tək qalmasın ki, bəzən başa düşürəm. İnsan tək qalmaq istəyir, qaçıb getmək istəyir. Amma bəzən də insanlara ehtiyacı olur. Bəs hansı halda, burada bir sual yarana bilər ki, hansı halda seanslara müraciət etməliyik yas terapiyası ilə bağlı? Ümumilikdə bəzi insanlara aiddir bu bəzən, həmin o yas prosesi bitməmiş, terapiyanın başlanmağını doğru hesab etmirik. Bu 1 ay da ola bilər, bu 3 ay da ola bilər, bu 2 ay da ola bilər ki, həmin o ilkin olaraq qeyd elədiyimiz birinci mərhələ, inkar mərhələsi bitsin. Sonra biz seanslara davam edirik. Çünki bəzən insan sadəcə o mərhələdə qalır, digər mərhələləri keçə bilmir. Yəni illər keçir, amma insan sadəcə inkar mərhələsində qalır və onu qəbul edə bilmədiyi üçün də həmin insanı özü ilə yaşatmağa davam edir. Ki bu da beynin müdafiə mexanizmlərindən biridir. Hansı hallarda hansı simptomlar baş verərsə, dərhal müdaxilə olunmalıdır. Əgər həmin hadisə baş verdikdən dərhal sonra həmin insanda kəskin yuxusuzluq, kəskin iştahsızlıq, intihar düşüncələri, kəskin kliniki depressiya əlamətləri görünürsə, o halda və ya panik ataklar olsun, şiddətli bir şəkildə görünürsə, o halda mütləq müdaxilə olunmalıdır. Amma normal yas prosesi keçirsə, həmin o inkar mərhələsini keçdikdən sonra terapiyaların başlanması daha məqsədə uyğun sayılır. Təbii ki, bu insana görə, insanın yaşadığı hadisəyə görə və həmin insanın psixologiyasına görə dəyişir. Seansa gəldiyimiz zaman nə baş verəcək? İnsanları ən çox belə deyim də maraqlandıran suallardan biridir deyək bu ki, həmin yas terapiyası prosesi başlayır və nə baş verir? İlkin mərhələdə emosiyaların tanınmaq. Çünki çox deməyim, amma əksər hallarda qarşılaşdığımız situasiyalardan olur ki, bu yaşadığı həyat prosesinin nəticəsində belə bir itki yaşadığı zaman insan emosiyaları gizlədir müdafiə mexanizmi olaraq və ağlamır. Ağlamamağında güclü görsənmək olduğunu düşünür. Başlayır emosiyaları gizlətməyə. Amma bu emosiyalar bir şəkildə o bədəndən çıxmalıdır. Biz bunu psixofiziologiyada da keçmişdik. Çünki həmin bastırılan emosiyalar sonrasında özünü fiziki bir məhdudluqla göstərə bilir. İlkin olaraq bunun üstündə işləyirik. Daha sonrasında isə bəzən deməyim də, bir çox hallarda qarşılaşdığımız bir situasiya olur ki, günahkarlıq hissi. Hər zaman dediyim kimi, özümüzə yüklənmək o qədər rahatdır ki, çünki özümüzü günahlandırdığımız üçün, özümüzü incitdiyimiz üçün kimsə gəlib bizi cəzalandırmır. Amma bunu bir başqasına eləsək, çox zaman cəzalana bilirik. Və özümüzü günahlandırmağa başlayırıq ki, günah səndədir, sən daha tez davransaydın belə olmazdı, sən daha tez həkimə getsəydin belə olmazdı, vaxtında həmin insana yaxşı davransaydın belə olmazdı və s. və s. və s. Müxtəlif cür ssenarilər mövcuddur. Həmin baş verən insanın həyatındakı ssenari ilə işləyir. Növbəti mərhələ isə münasibətin tamamlanmasıdır. Çünki ölüm heç də planda gələn bir proses deyil. Hər zaman gözlənilməz olur. Nə qədər həkim desə də ki, bəzi hallarda həkim deyir ki, özünüzü hazırlayın, amma heç bir zaman hazırlana biləcək bir proses deyil bu. Bu da bir hadisə deyil. Həmin və bunun nəticəsində hadisədən sonra bəzi münasibətlər yarımçıq qalır, son söz deyilmir və s. və s. Və həmin o münasibətlərin tamamlanması. Gestalt terapiyada belə işlənilir ki, bu həmin yarımçıq qalan sadəcə ölümə aid deyil, yarımçıq qalan həyatda olan natamamlığımız, yarımçıq qalan münasibətlər, hətta orada 2 stul texnikası da var. Münasibətlər yarımçıq qalırsa, münasibətləri tamamlayırıq. Bu proses işlənilir. 4-cü mərhələ isə xatirələrlə sağlam əlaqə qurmaqdır. Hansı ki, müəyyən müddətdən sonra həmin xatirələri yada salıb kəskin reaksiyalar verməmək. Bir insanı, belə bir söz vardır ki, sizi xatırlayan ən sonuncu insan öldükdən sonra siz ölürsünüz. Bizən həyatda itirdiyimiz insanları xatirələr vasitəsilə yaşadırıq. Onların bizimlə yaşadığını hiss edirik bu şəkildə. Ona görə də həmin xatirələrimizlə sağlam əlaqə qurmaq. Daha sonrasında bunu işləyirik ki, həmin xatirələrlə sağlam əlaqə qura bilək ki, onları yada salanda onlar bizi incitməsin.
Əksinə daha güvənli hiss elətdirsin, daha xoşbəxt hiss elətdirsin. Ən sonuncu mərhələ yeni həyata adaptasiyadır. Müəyyən müddətdən sonra hansı ki o yaz mərhələsində günahkarlıq hissini çalışırıq, amma yenə də bəzən insanlarda birdən gülərəm, o günahkarlıq duyğusu olur ki, necə deyərlər, əylənə bilərəmmi, buna haqqım varmı və s. və s. və s. Ona görə də sonuncu mərhələdə biz həmin insanın bütün emosiyalarını, günahkarlığını, düşüncələrini, duyğu və düşüncəsini işləyirik. Sonda isə davranışı. Artıq yeni həyata necə adaptasiya olmalıdır, necə davranmalıdır, necə reaksiya verməlidir. Yəni əvvəlki həyatla yeni həyat arasında balans qururuq və yeni həyata adaptasiya etdiririk. Əslində normal yaz prosesini yaşadıkdan sonra istəyərsinizsə əgər mütəxəssisə müraciət edə bilərsiniz. Amma bəzi simptomlar, göstəricilər var ki, həmin insanlar mütləq yaz terapiyasına getməlidirlər. Hansı ki, yuxu sisteminin kəskin pozulmağı, kəskin bir şəkildə alkoqol aludəçiliyinin başlaması, intihar düşüncələrinin olması, normal həyata artıq adaptasiya olmamaq, tamamilə normal həyatdan çəkilmə, belə deyim, özünə qapanma və s. simptomlar olarsa, mütləq müraciət olunmalıdır. Və ümid edirəm ki, rahat bir şəkildə fikrimi bildirə bildim, çatdıra bildim sizə. Mən bu YouTube-dan çox həzz aldım. Çox uzun müddətdir çəkmirdim. Darıxmışam həqiqətən. Dinlədiyiniz üçün çox təşəkkür edirəm.